Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasından 4 il ötür. Londonda mənzillənən Krallığın Birləşmiş Xidmətlər İnstitutunun araşdırmasına görə, Kreml xüsusi hərbi əməliyyat adlandırdığı müharibəyə başladığı zaman ordunun Ukraynanı cəmi 10 günə ələ keçirəcəyini gözləyirdi. Halbuki 2022-ci ilin martında Rusiya Ukraynanın 27%-ni nəzarət edirdisə, 4 ildən sonra bu rəqəm 20%-ə düşüb. Rusiyada informasiyaya çıxışın ciddi nəzarət altında saxlanıldığı şəraitdə müharibənin real itkiləri cəmiyyətdən gizlədilir. Rəsmi statistika ictimaiyyətə açıqlanmır və ya məhdud şəkildə təqdim olunur. Bununla belə açıq mənbələr, müstəqil araşdırmalar və beynəlxalq analitik mərkəzlərin hesablamaları itkilərin miqyasının son dərəcədə yüksək olduğunu göstərir. Müstəqil Media Zona nəşri BBC-nin Rus xidməti ilə birlikdə 4 il ərzində ən az 200.186 Rus hərbiçinin ölümünü təsdiqləyib. Ölənlərin 75.000-dən çoxu 30-41 yaş arasındadır. ABŞ-də mənzillənən Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi isə hesab edir ki, müharibə başlayandan bəri Rusiya tərəfindən ən az 325.000, Ukrayna tərəfdən isə ən az 140.000 nəfər ölüb. Ukrayna prezidenti Volodymyr Zelenski isə bu ayın əvvəlində 55.000 Ukraynalı əsgərin öldüyünü deyib. Ötən il ABŞ-də özünü sülh qurucusu adlandıran Donald Trump'ın hakimiyyətə gəlməsi ilə Rusiya-Ukrayna danışıqlarında da canlanma yarandı, lakin hələ də ciddi irəliləyiş yoxdur. Tərəflər arasında ABŞ-nin vasitəçiliyi ilə təkcə bu il 2 dəfə Abu Dhabidə, bir həftə öncə isə Cenevrədə danışıqlar baş tutub. Lakin Rusiya tərəfi işğal altında Ukrayna ərazilərini özündə saxlamaqda inad etdiyinə görə danışıqlar nəticə verməyib.